Hər vaxtınız xeyir. Prezident İlham Əliyevə rəyi soruşulanların etimad səviyyəsi 87,7%-dir. İnsanların 93,6%-i dövlət başçısının fəaliyyətini müsbət qiymətləndirir. 81,9% isə onu alternativsiz siyasi lider hesab edir. Əlbəttə, bütün bu rəqəmlərin əvvəlində bir səbəb dayanır. Bir deyəndə, yəni bir neçə əsas səbəb var ki, bu səbəblər də məhz prezidentə etimadın yüksəlməsinə gətirib çıxarır. Misal, 44 günlük Vətən müharibəsi heç də uzaq bir keçmiş deyil. Biz hər birimiz o tarixin ən xırda saniyələrinə qədər yadımızda saxlamalıyıq və unutmamalıyıq. Müharibə dönəmində 44 günlük Vətən müharibəsi zamanı və müharibədən də sonra Prezident İlham Əliyevə xarici kütləvi informasiya vasitələri tərəfindən, jurnalistlər tərəfindən bir çox suallar verilirdi ki, görüşlər və mətbuat konferansları zamanı bu sualların cavablandırılması heç də asan məsələ deyildi. İlham Əliyev üçün asan məsələ idi, çünki güclü siyasi liderdir və bilir hansı suallara necə cavab vermək lazımdır. Amma ümumilikdə dünyada dövlət başçılarına nəzər salsaq, onlar həmişə jurnalistlərin verdiyi suallara ya çox aqressiv cavab verirlər və yaxud o jurnalistin verdiyi sualı görməzdən, eşitməzdən gəlirlər. Prezident İlham Əliyev isə hər suala detallarına qədər tutarlı, əsaslı cavablar verirdi. Və bütün bunlar necə baş verirdi? Ölkə əhalisinin, Azərbaycan xalqının prezidentin ətrafında möhkəm bir yumruq kimi birləşməsi ilə. Yəni, prezident bilirdi ki, onun arxasında Azərbaycan xalqı dayanıb. Başqa misal. İctimai televiziyaya Ceyhun Bayramov, Xarici İşlər Naziri Ceyhun Bayramovun verdiyi müsahibədən də bəlli olurdu ki, istər hökumətlərarası görüşlər zamanı, istər Xarici İşlər Nazirləri səviyyəsində görüşlər zamanı bütün məsələlər ən xırda detalına qədər Prezident İlham Əliyevə məruzə olunurdu və prezidentin birbaşa tapşırığı ilə bu məsələ belə olsun, bu məsələ belə olsun. Elə ona görə rahat demək olur ki, məhz bu qalibiyyətin imzası lider, ölkə başçısı İlham Əliyevə aiddir. Təbii ki, bütün bu proseslərin bir də görünməyən tərəfləri var idi. O tərəflərdən biz də məlumatlı deyilik. Hansı formada, necə Azərbaycana qarşı təxribat törətmək istəyənlər var idi və yaxud Azərbaycana hansısa güclə təsir etmək, qərarlarını dəyişmək üçün təsir etmək istəyən başqa dövlətlər var idi. Lakin bu dövlətlərin hər biri neytrallaşdırıldı. Bu proseslərdə Azərbaycan qalib dövlət kimi ortaya çıxdı. Gəlin, başqa məsələlərə baxaq. Azərbaycana Qarabağ müharibəsindən təxminən 10-15 il qabaq hansı xarici dövlətdə bu dərəcə hörmət var idi? Azərbaycanı sanki görməzdən gəlirdilər. Sanki Azərbaycan yoxdur, sanki Azərbaycan çox kiçik bir dövlətdir kimi görürdülər və qələmə verirdilər. Lakin Azərbaycan prezidentinin məhz iradəsi nəticəsində Azərbaycan bir ölkə kimi, respublika kimi bütün dünyada tanındı və bütün dünyada artıq öz sözünü deyə biləcək bir konuma gəlib, öz sözünü deyə biləcək bir məqama gəlib. Bundan başqa bir məsələni də xatırlatmaq istəyirəm. Dünyada son zamanlar baş verən münaqişələr, proseslər, gedən proseslər, müharibələr, döyüşlər və s. və ilaxır, bütün bunlar Azərbaycana təsir eləyə bilmədi. Azərbaycan öz müqəddəratını özü həll eləyir. Azərbaycan istədiyi bir məsələyə qarışa bilər, istəmədiyi bir məsələyə qarışmaz. Azərbaycanı heç bir məsələyə, heç bir münaqişəyə kənardan qatmaq mümkün deyil. Bu, əlbəttə ki, elə güclü liderin iradəsi nəticəsində mümkündür. Allah Azərbaycanı qorusun.